alimin ipotekası. Ne kadar? 4 milyon. Aha. Hə, dinən gəlib bizim bankda konvertasiya eləsin, ona sərfəli olar. Aha. Kim? Dostumuzun dayısı? Hə, o məmur? Hə. Hə də o 2 milyonu bizim bankda 20 dənə qohumunun adına qoyub, 100 min, 100 min, 100 min. Hə, bilir də o pulu, belə deyək də, straxovka eləyir də, hə. Hə, hə. Yox, 15 min, ayda 15 mindən artıq çıxartmaq olmaz. Hə də o məmuru demirsən, məmur. Hə də o 2 milyon. Hə, 2 milyon qoyub gələn kimi onu saxlamayın orada. Təcili buraxın yanıma. Yaxşı, oldu da vay. Salam, buyurun, xoş gəlmişsiniz. Buyurun, əyləşin Ağsaqqal. Aleykümselam oğlum. Əyləşin. Ermənistan öz bütçesini sizin banka koyuyor. Yox, niyə ki? 2 milyon değil sana ona göre. Hə, yox, o bizim bir dostumuz var, dayısı məmurdur. O, neysə də, yəni... Memurdu. Bəli. Göründü nazir olsa bunun pulunu yığıb yığışdırmaq olmaz. Yox, əşə, onlar pullarını bizim banklarda qoymurlar, xarici banklarda. Mən bunların hamısını sizə niyə deyirəm? Buyurun, növbədə adam çoxdur, eşidirəm. Əyləşin. Döşəyatda pullar var ha. Buyurun, Ağsaqqal. Ben deməli sizin bankdan ipoteka götürmüşəm. Aha, laf yaxşı, xeyirli Hə, olsun. indi vaxtıdır. Ben de vaxtında gəlib bütün ipotekanı, borclarımı verirəm. Deməli bugünkü borcumuz 150 manat idi. Laf yaxşı. Nə axtarırsınız? Pul... Mənim pulu bura yox, xəzinəyə verəcəksiniz. Birdən o sayım birdən eski olan artıq olan. 1, 2, 3. Mənim düz olar. Növbədə adam çox deyə xahiş edirəm. Yəni, çaşdırırsan mən bilmirəm 4 dənədir ya 3 dənədir. Bir dəqiqə deyil. 150. 1, 2, 3. İslamlı pullar. 3 dənə. 3 dənə 50, 150. Bəli, onu xəzinəyə verərsiniz, mənə yox. Mənə şəxsiyyət vəsiqəsini verin. Bir dənə tüpür bura. Mənim ehtiyac yoxdur, xahiş edirəm. Deyən görək. Verin mən sayım. 1, Verin mən sayım mənim. 2, 1, 2, 1, 2. 3 dənədir mənim. 3 dənədir. Deyən bir də. 1, Mənim artmayacaq, saymaqla onu balalamır o. 2, 3. Bir dənə sən say, mən çaşdım emə. Bax, bu 1. Hə, 2 olar, yapışar ha ona. Sən məncə. 1, Maaşa baxan adamam. 2, 2, 3. Əzmə. 3, bax, 150 manat. Bunu xəzinəyə verərsiniz. Mənə şəxsiyyət vəsiqəsini verin. Xahiş edirəm. İpoteka verib, hə? Şəxsiyyət Şəxsiyyət vəsiqəsini verin zəhmət olsun. Heç məndə şəxsiyyət qalıb ki. Mənə vəsiqəsi lazımdır. Deyə gör. Çoxdandır təqdim eləmirəm şəxs. Hə, buyurun. Yəni, düz saymadı. Oy da, burada necə köksüz? Hə, o ipoteka alandaydı. 1, 2, 3. 3. Tak. Hə. Müəllim, Burada da hamısı dokumentlər yerbəyerdir ya bu. sizə bir xəbərim var. Bu sizin sonuncu ödənişinizdir. Eyvdir. Oğlum yaşımdasan. İpoteka verməsəydim, sənə boyda oğlum var idi. Zarafat eləmə məndən mən. Heç zarafat Xəstə eləmirəm. adamam. Müəllim, bugünkü 150 manatı ödəyirsiniz. Vəssalam, ipoteka fonduna və bizim banka heç bir qara qəpik borcunuz qalmır. Sizin ipotekanız bugün bağlanır. Təbrik edirəm sizi. Deməli bunu ödəyirəm, daha mənsə heç bir borcum yoxdur. Bugündən tərtəmiz. Gələn aydan maaşımın hamısı özümə qalacaq. Mənim yaxşısınız. Ne oldu sizə? Vətəndaş,
Xahiş edirəm, durmayalım. Durun. Özünüzü ələ alın. Yaxşı. Deməli gələn aydan maaşım Əyləşin. mənə qalacaq. Bəli. Eşidirsiniz? Gələn aydan 770 manat mənim özümə qalacaq. Mənim artıq Bakıda evim var ey insanlar. Mənim artıq Bakıda öz evim var, bəli. Bank artıq mənim evimə şərik deyil. Mənim Bakıda 12 kvadratlıq evim var. Təbrik edirəm sizi, müəllim. Çox üzr istəyirəm, siz müəllim deyilsiniz. Bəli, Professor. professoram. Odur da. Elmlər Akademiyasında işləyirəm. 770 manat maaş alıram. Gələn aydan maaşımı özümə aparacağım. Özümə, yes. Apatı. Təbrik edirəm. Müəllim, Ne şükür. çox üzr Ne istəyirəm. şükür. Siz Sen beni sevindirdin. Hə, sağ olun. Özünüz əsliniz hardansınız? Sen de zaftırık eləməmişəm. Başım güzellendi. Özünüz haralısınız? Əslin başılıdır, təmiz başılıdır. Anam deməli Keşləlidir, İbrahimin əslindən. Hə, amma atam Şüvalanlı, Qalalıdır. Hə, təmiz başılıyam. Mənim Bakıda evim var, insanlar. Təbrik edirəm. Eşidirsiniz. Amma Mən necə də xoşbəxtəm. Mənim bir də həyat yoldaşımın evi var. müəllim, amma bir şey xatırladım ki, sizin ev Bakıda deyil ha, Xırdalandadır. Nə olsun? Lağ eləyirsə? Yo, niyə? Xırdalan Bakının girəcəyidir. Bəli. Xırdalan Bakının ana qapısıdır. Bəli. Xırdalan mənim üçün bilirsən nədir? Nədir? Xırdalan mənim üçün o villa alırlar, o bahalı yerlərdən. Nərmanov da? Milyonerlər. Yox. Şeydə, o bursu var. Teymur Əliyev, milyonerlər Hatta müəllim. yox, hatta oradan Gəl. mənə havayı da versinlər, almaram səndə. Elə ona görə bu gündəsiz də. O dəniz qırağında var. Bulvarda. Yox, dəniz qırağında biraz o tərəfə. Ha. Başlayıblar etkiməyə. Sibriz. Hə. Xırdalan mənim üçün Sibrizdir. Xırdalan mənim üçün bu ərəblərin zibillədiyi yer haradır? Targovu. Hə, xırdalan mənim üçün Targovdur. Nə olsun mansartdır, nə olsun? Amma mənim özümümdür. Nə olsun 12 kvadratdır. Amma mənim özümümdür. Hə, Təbrik daha edirəm. bak şərik deyil mənim evimə. Təbrik edirəm müəllim. Can sağlığına Sevincimin yaşınız. həddi hüdudu yoxdur. Öpərdim səni, amma Sağ olun başqa müəllim. şey fikirləşərlər. Çox sağ ol müəllim. Hə, Siz deməli yaman yayılıblar onlar da. Hə. Kökün kəsə bilmirik ki. vallahi. Onları görüm Hazır Nuran'la şəkil çəkdirsin. Müəllim, Galata. tanıdı be sizi müəllim. Müəllim, deməli mən indi sizin bax bu sənədləri Hə, neyindirsən? götürürəm, aparırım, verirəm. Yandırırsan. Yox, müəllim, o birisi şöbəyə verirəm. Hə. Orada sənədlər gedir ipoteka fonduna. İpoteka. Oradan bir həftə ərzində bizə sənəd gəlir ki, sizin ipotekaya, bizim banka heç bir borcunuz yoxdur. Necə? Yəni ipoteka fonduna və bizim banka qara qəpik də olsun, borcunuz yoxdur. Ağırı bir dedi nə? Borcunuz yoxdur, ipotekanız bağlandı. Bəli, onu qırmızı hərflə Baş yazın üstə, ki... baş üstə. Hə, görsünlər hamısı, mənim sizə borcum Baş üstə. yoxdur. Oturun, çay, su, kofe. Yox, hətta boğazımdan da işlədim. Vəssalam, gəlirəm. Mənim sizə borcum Oldu, yoxdur oldu ya. müəllim, gəlirəm. Hə, axıllı ol, mənim sizə Gəlirəm. borcum yoxdur ya. Elə də yazarsan, mənim bunlara borcum var. Mənim bunlara borcum var, ala. Mənim bunlara borcum yoxdur. Bunlara borcum yoxdur. Şəllənmək xaraşı. Bir də arvada zəng eləyib, onu sevindirim. Kutuma kutu, süpeni yaha, kutuma kutu, kutuma kutu, kutuma kutu, süpeni yaha, kutuma kutu, kutuma kutu. Talım bilmirəm, onu oxuyardım yoxsa orada. Aha. Yenə telefonu Allah bir hara qoyub. Az götür də şad xəbərim var sənə. Ha, alo əzizim, sənə şad xəbərim var. Ha, sən demə bizim bu ipoteka borcumuz gələn ay yox, bu ay qurtarır.
Ne oldu? Hara gitti. Aksoy arvad öldü. Ben o boyda 12 kvadratta tek baykuş yaşayacağım. Ay arvad. Ay arvad. Ha telefon düştü elinden. Ha. Ha an düştü. Ha atasının görünen düştü ki borcu yoktu bize. Harry. Sen demeli neyiniysen. Bugün konaklık eləyirik evimizdə. Hamını yığırıq. Hamını. Səhərə kimi şeylənirik. Deməli, mənim mamama deysən, öz mamama deysən, onlar bizdə nə qədər dəstək oldular. Onlar öz pensiyalarından, öz maaşlarıyla bizə nə qədər dəstək oldular. Nədir? Sənin mamam, mənim mamam, bəs da çox adam yığmıyor, qarışıqlıq olur sonra. Sən mən. Necə? Yer iki dənədir. Eybi yox, mamalarımız oturur, biz ayaq üstə qalarıq. Eybi yox, pis gün ömrü az olar. Qalmayacaqlar ki, çıxıb gedərlər. Sən belə elə, get ət al. Aşqaranı ətlə elə. Qonaqlıqdır da, ətsizlikdən bitəri olmuşam mən. Dolmaya da ət qatarsan, burnumun içi göynür, ət dolması. Toyuq da al, çığırtmanı bu dəfə toyuqla elə. Soğan çənlə, yumurta ilə yox. Sabahdan, əzizim, qabiyanla ancaq qabiyacaq. Şampun alacaq. Daha qonşuya zaryadkaya qoymayacağım telefonumu. Neyse, şimdi öyle ama. Bir də üzüm ayağının altında, gəl o məsələni həll eləyək. 25 yıl keçir, biz artıq ata-ana olmağa layiqik. Bəli. Nə olub mənə? Yo. Var hərəkətim var, nəşi yoxdur ki mən hərəkət. Maşallah meymun kimiyəm, bu Tolik'in uşağı oldu, indi mənim uşağım olmayacaq. Nəşələ deyildi, xətrimə deyilsən, inciyərəm səndən, xətrimə deyilsən. Onun uşağı saxlamağa pulumuz da var da. Həri, öpürəm səni. Necə? Meybil kreditə? Soruşaram. Yaxşı, oldu, sağ ol. Tamam əlim, sənədləri göndərdin bir həftə. Yazdın oraya, mənim seçmir Bəl. Oradan da əsas... Bir də Arvad ağa indi ondan danışdım, sizə salam dedi. Aleyküm salam. Çox sevinir. Sizdə mebel ipoteka götürmək olur. Müəllim, İpoteka yox, kreditə. nə istəsəniz, hansı məbləğdə istəsəniz, təzdən düzüm qoşum yazar. İlginç bir adamı zibilə salasınız. Bizim işimiz oldu da müəllim. Yəni, xidmət eləməyiz, zibil... Nə yolla istəyirsiniz, qarmağı keçirdiniz. Mən kiməm ki, mən burada. Deməli, mebel lazımdır mən. Deməli, mən evim. 1, 2, 3, 4. Bunu qoyaq bura. 4'ün... Biraz qoy kaldurda. 1, 2, 3. 4'ün 3'e 12 kvadrat. Kapı da buradandı. Gelin, hoş gelmişsiniz. Kapı bayrağı açılmıyor. Yok, içeri açılır. Onda yer çok durar. Blokta yer yok. Gelin, geçin. Mansarttı da. Ayakkabılarımı çıkardım. Tamam, kuş da mı? Ayakkabılarımı çıkardım. Yok, lazım değil. Gelin. Hoş gelmişsiniz. Çok sağ olun, hoş gününüze Bura gelin. benim dəhlizimdir. Laf yaxşı elə. Qapaçılar kimi dəhlizdir. Laf yaxşı. Çox. Bura kuxunadır. Laf. Dön də. Kuxunaya dön. Ama riskli dön ha. Böyle bir eve girirsen. Ay sağ ol. Bura deməli, üzr istəyirəm, darlıq deyə ona görə. Mən çıxım da kuxunadan. Birin birə kuxunadır, oraya bir stol istəyirəm. Birim birə kuxunadır, bura sol istəyir. Rahat olsun da arvadağa pişirsin, düşürsün özü için orada. Ne istəyirləsin? Onlar sizə bir məsləhət göstərir. Rayalini petləylə divara bir dənə dikt vurursunuz. Lazım olanda açdınız, sonra bağladınız. Doğru da ağlı işləyir ha. Ora haradır? Ora spalnidir. Deyəm, baxın, belki arvad yatıb orada. Yok, heç kimi yox. Bura mənim spalnimdir. Deməli, bura... Olar? Buyur. Birin içiyə bir dənə çarpayı istəyirəm. 25 yıl ipoteka verdik. Bu ipoteka bizim belimizi əymədi. Yerdə yatmağına. Bir dənə məsləhət verin. Siz bura çarpayı almayın.
Siz bura yok. Doldurma o matraslar, döşəklər var ha, nasosla. Akşam doldurursunuz, yatırsınız, səhər durub boşaldırsınız, yığırsınız. Burada olur qonaq otağı. Məndə halqalar, səhər doldur, boşalt, axşam doldur. Səhər doldur. İdmandır da. Yox, mən istəyirəm, mənim uşağım olsun, mən də... Neysə. Bir-iki gün yığışdırma da qalsın. Hə, yaxşı. Hə, deməli belə. Ne bir belə? Bura üzümə gilab tualetdir. Bura? Hə. Bu da mətbəxin böyrü tualetdir belə. Hə. Burada deməli... Amma unitaza tam otura bilmirik. Dizlərimiz divara deyir. Həsrət unitaza, valla. Onda sizə bir məsləhət verim. Unitazı belə yox, fırladın belə qoyun. Belə oturun. Vay, onda da arvad qapı açıq qal, spalniyadan görün. Eybi yox. Arvadla olsa ikimizin. Hə? Hə, eybi. Belə desən rahat olar. Hə, da, yəni... Əla. Müəllim, çox üzr istəyirəm, bəs duş, hamam, harada duş qəbul edirsiniz? O öz anası gildə çimir, mən də öz anam. Ay, elə ona görə bu unitazı yığışdırırsınız, aziyatski qoyursunuz, duşu da qoyursunuz buradan belə. Trap kimi, böyük trap kimi. Gün ortada çinməyəndə həmən o dikdən birini qoyursunuz bura, iş otağınız olur. Sən dahisən. Dahi də ölümü, mən də bu günləri görmüşəm, ona görə... Sən dahisən, sən dahisən. Çox sağ ol. Kimin telefonudur? Mən... Üzr istəyirəm, mən... Deməli, bura unitaz ol, qapı Alo. açıq qalacaq. Necə? Vay, 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 nə danışsın ha? 300 manat borcu var, mən bunu güclə sakitləşdirmişdim. Bu da spalni. Ay, 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 nəyə görədir? Nə vecbə? Sığortanı verməyib, hə, 3 il, hə, ya. Yox, özüm həll eləyəcəm, narahat olma. Narahat olma, özüm həll eləyəcəm, ya. Yaşayacaq burada. Müəllim, çox üzr istəyirəm, qaydın da bizim iş yerinə. Hə, gəldim. Zəhmət olmasa. Sən qapını açım. Deyəm bir dənə. Neyinirsiniz? İşığı söndürüb pul yazmasın. Gəldim. Nə olub? 25 il bundan normal idi, ya, əməlli başlı. Deyə bu stolu da gətirim. Mən cavan oğlanam, biraz da ipoteka çox üzr istəyirəm, müəllim. Siz 3 il evin sığortasını ödəməmişsiniz, ona görə sizdə 300 manat pul yığılıb, qalıb borcunuz var. İndi fonddan zəng edədilər. Zərafət edirsən? Yox, müəllim, tam ciddi deyirəm də, yəni bu sığortanın puludur, 3 il verməyəndə ili 100 manatdan. 300 manat. Nə oldu, müəllim? Sevincim qursağımda qaldı. Hara zəng edirsin, müəllim? Arvada zəng edirəm ki, ət almasın. Müəllim, zəng eləməyin, xahiş edirəm. Bir dəqiqə dayanın. Bu da telefon götürməz. Yaxşı ki, götürmür. Gedib ət dalıcı. Müəllim, xahiş edirəm, bir dəqiqə ad boy verin. Çox hörmətli professor, çox hörmətli müəllim, çox xahiş edirəm, mənə diqqətlə qulaq asasınız. Mən, sizin yəqin ki, yadınızda qalmayıb, siz bu illər ərzində çox tələbələr keçib sizin əlinizin altından, onlardan da biri mən olmuşam. Siz vaxtıykən mənə dərs demişsiniz. Halal xoş. Hətta mən diplomu, dissertasiya o yazanda, zaşişat eləndə, siz mənə kömək eləmişsiniz. Bu günləri burada oturmağımın səbəbkarının biri də sizsiniz. Ay bala, o cəhənnəmə 300 manat nə oldu? Müəllim, çox xahiş edirəm, çox xahiş edirəm. Hə, nə oldu? Bu 300 manatı məndən qəbul eləyəsiniz. Məndən hədiyyə kimi qəbul eləyəsiniz. Nə? Xahiş edirəm. Yox, rüşvət, müəllim. Götürmürəm, mən rüşvət. Yox, nə danışırsan mən? Bir dənə xahiş edirəm. Mənim mənliyim var, şəxsiyyətim var. Sakit olun. Bu rüşvət deyil. Elə bilin ki, mən sizə qonağa gəlmişəm, ev gördü kimi pay verirəm sizə. 300 manatı məndən qəbul eləyirsiniz. Burada nə var ki? Ev gör... Burada axşam evlisən. Evliyəm, bəli. Axşam arvadı da götür, gəl bizə ev gördü. Orada verərsən. Yer yoxdur axı burada, harada oturur? Eybi yox, çarpağını yığışdırarıq, onlar böyük sal. Əsas ürəyimiz geniş olsun. Oldu, axşam sizdəyəm. Göstərəcəm ha. 300 manatı gətirəcəm mən, narahat olun. Bu pulu da köçürdüm ora. Hə. Bu şəxsiyyət vəsiqəsi lazım deyil. Yox, sizə qalsın. Vəssalam. Öpürəm səni, Sağ ol. öpürəm. Tutursun səni ya. Tutursun. Kreditəm çoxu bəhsə girir, dəyişir maşını kreditəm. Dəyişəndən sonra itirir başını kreditəm. Ödəyir o hər ay aldığı maaşını kreditəm. Kreditəm cehiz alıb köçürdən var öz qızını kreditəm. Toydan sonra çıxar da bilmir pazını kreditəm. Sonra söyüb bankın ağını pozunu kreditəm.
kreditem, kreditem. Bəziləri də şuba və qızıl alır kreditem. Bilərək özünü o zibilə salır kreditem. Ödəyə də bilmir çöllərdə qalır kreditem. Kreditem. Kimi yasta tort verir, pirojna həm də yanında ləpələr. Sonra qarson gətirir dadlı məzələr. Balıq, dolma, langet, aş bilsəydi heç ölməzdi bu rəhmətli. Bizə olmayaydı kaş şöhrət pərəstlik. Kredite genelmək, kirpaçlı kredite, risovka kredite, hər şeydir kredite. Kreditem, bu götürüb biznesi vuran var kreditem. Biznesi batırıp boynunu vuran var kreditem. Faiz artanda yüzünü cıran var kreditem. Kreditem, kreditem. Koylara gidip şabaşlar atan var kreditem. Atasının kızıl dişini satan var kreditem. Borçlar içinde batanlar çok var kreditem. Kreditem. Çok qəribə şeyler baş verir. İnsan cəmiyyət arasında bura gəlirlər, rastlaşırıq biz onlarla. Deməli, yaşamağa evi yoxdur. Ailəsi ilə, körpə uşaqları ilə kvartirantlarda qalır. Amma gedir kreditə girir, özünə Range Rover alır. Nə var, hamımız bilsin ki, bunun Range Rover'ı var. Bu gene maşın alıb, bunu satar, nəsə kredit. Bu telefon, kreditə telefon alanlar mənə çatmır. Gedir iPhone 12 alır, kreditə girib. Kreditini ödəyib qutaranda iPhone 16 çıxır. Qalır o köhnə telefonun əlində, bilmir neyləsin. Bizim o məmur bəy gəldi. Hə, deyin qalxsın, saxlamayın orada. Buyurun, hoş gəlmişsiniz. Necəsən, nə var? Ağsaqqal, yəqin depozitinlə Neyinisə? əlaqədar gəlmişsiniz. Depozit yox, hala kartda pul partlayır. Şeydir, ev istəyirəm də, Ev, ipotekaya. ipoteka ya. Hə? Tapmışsınız ev. Hə, bir dənə ev var, 3 milyona. Binanın hamısını alırsınız. Ha, yox, elə harınlamamışam mən. Deməli, Qudubanı 4 mərtəbəli evdir. Aha, Xoşuma gəldi də, biraz şəhərə yaxındır özü də. aha, İstəyirəm oranı götürüm. lap yaxşı. Nə məsləhət görsən? Olmayanlara qismət olsun. Olanlara dübarə qismət olsun, Amin. olmayanlara da qismət Amin, olsun. amin. Lap yaxşı. Bilsən, əlim yandıdaydı, ona görə... Ha, əlim yandı da 3 milyona. Ha. O bursa Nazırı'da işleyen bir tane dostum var. Aha, Ha, onundur. Onu da işten atıblar bayrağı. şükür Allah'a. İndi bütçeden ne yiyip, Aha. indi qaytarmalıdır da. İndi Bakıda nə obyektləri, evləri var, hamısını satır ki, bütçəyə pulu qaytarsın. Özündə İçərdədir. içəridədir, basıb. Allah, haqq ədalət bərpa oldu, şükür Allah'a. Ancaq Bakıdakıları satır. Yox, İstanbuldakı, Dubaydakı, Londondakı villalarını, obyektlərini də satsın, acından ölsün. Qəribə adamlar sizə. Yo. Axırımıza çıxmasaz əl çəkməz sizə. Yo, özünə nəsə İmkan verin qalmaz. biz də bir çörək yeyək. Bəli, yiyin. Boğazınızda qalmasın, yiyin. Mənlə Necə eləyək? yəqin Sən də- öz adınızı almaq istəyirsiniz. Yo, öz adımı almazsın. Sən mənə görüm, sən 3 milyona nə qədər ipoteka verə bilərsən? Ancaq bank qanunlarına görə 150 min verə bilərik. 150 min. Bəli. Bu nədir? Onda 2 milyon 850 mini ilkin ödəniş kimi yazırsan, 150 mini ipoteka verərsən. Oldu. Sizin adınıza da Yo. Zibili çıxar arvadın adına. Arvadın adına keçən ay almışsınız, o gərək bunu bağlasın ki, təzəsini götürsün də. Belə olur, bəli. Ayda, yaxşı yerdə axşamladıq. Deyəm. Az eşidirsən, bu deyir, sən adıma burada ev var. Onu bağlamasaq, o bursunu götürə bilmərik də. İstəmirəm, o ev də çıxsın əldən.
Necə eləyək? Sən bacıma ev almışdın, bacımın adına. Hə, onun adına. Hə, bəs mənim bacımın adına da. Hə, ona da almışam. Hə, neçə dənə, 2 dənə. Hə. Bəs qardaşımın ona da 4 dənə. Bəs öz qardaşımın, qardaşım uşaqların hansı obyektlər? Hə, ət dükanını bilirəm. Ət dükanı, hə, xala oğlunun adınadır. O klinikada bir oğlunun adınadır. Hə, onun adını almışam. Hə, niyə indi? Yaxşı görüm, nə indirəm, davay, sağ ol. Burada deyir, 1000 yiyənin olsun, bir deyənin olmasın. Bu nə dərd daha mən düşmüşəm, bu nə zibil daha mən düşmüşəm. Pis gün nömrə az olar müəllim, narahat olmayın. Oradan, avala, mənim şoferimi çağır. Qəribədir. Deyən görüm, mən kimin adına ev almamışam, kim? Həqiqə də, sənin adına ev almışam mən. 4-də də nədir? Hə. Yaxşı, get şoförü, gec axranı çağır. Buna baxay, buna baxay, buna baxay. Bir şey fikirləşəcəm, darıxma. Darıxma. İstəmirəm bu ev çıxsınlardan. Sizdən vacib klientimiz yoxdur ki. Həqiqə də, sənin adına ev var. Almışam sənin adına da. Hansı? Elmlər Akademiyası tərəfdə. O mənimdir. O şadımda da deyil. Oranı nə kiriyə vermişik, yoxsa klinikaya? Yaxşı, get. Belə dərd olar, belə heç belə çıxılmaz vəziyyətdə olmamışam mənə. Ne bileyim, narahat olmayın. Dəhşətdir. Çox üzr istəyirəm, bəlkə öz adınıza götürəsiniz. Öz adıma? Bəli. Yox, adı zibili çıxar. Niyə? Əksinə... Amma düz deyirsən, öz adıma ipotek olsun ki, sistemdə də görsənsin ki, mənim adıma ipoteka var, qoy gözlərini çəksinlər bu jurnalistlər, bu partapart çəkirlər, kimin villası var, kimin burada bağı var, evi var. Şəxsiyyət vəsiqəsini Mən də gözə girmək istəmirəm. Şəxsiyyət vəsiqəsini. Şəxsiyyət vəsiqəsi deyən, haradaydı ha, şəxsiyyət vəsiqəsi. Neyi demək istəyir öz adıma da, hə? Bəli. Bax, jurnalistlər bundan yazsınlar, jurnalistlər. İllərdir məmur istəyirəm. Maaş nə qədər? Amma, Maaş nə qədərdir? Maaş 770 manat təmiz ələ alıram da. Çox üzr istəyirəm, övlad sayı, neçədir övlad sayı? Uşaqlar burada deyil ha. Yox, sayı, övlad sayı, dəxli harada olur olsun. Londondadırlar. Neçə uşağınız var, müəllim? 4. Yox, onda sizə ipoteka düşmür. Niyə? Bu maaşla, bəs uşaqlar acından ölsün. Nə? Ayda, buna bax, doğrudan yaxşı yerdə axşamladıq. Böyük dərddir mən. Ay cəmaat, kim istəyir mənim günümə düşsün, hə? Qulaqlarımızı dartın, xahiş eləmə, qulaqlarını Allah eləməsin, siz mənim günümə düşəsiniz. Nə darsın, hə? Bazı jurnalistlərə demək lazımdır ki, belə şeylərdən yazın, ki, illərdir məmur işləyirəm, amma gəlmişəm banka, ipoteka vermirlər mənə. Deyir, sənə düşmür. Mən də bu millətin bir oğluyam da. Mən də bu millətin övladıyam da. Heç fikirləşən var ki, mən bu 20-30 evin işıq pulunu necə verirəm? Yox. Heç fikirləşən var ki, mən 5-10 şoferin maaşını necə verirəm? Qətiyyən. Heç fikirləşən var ki, hansısa məmur toy eləyəndə, mən onun toyuna gedib 5.000, 10.000 yazdırım, onu mən hardan tapıram? Heç fikirləşən var ki, mənim dişimdə karies olanda mən 8.000 euroya Avropada dişimi müalicə edirəm, bu pul hardan gəlir mən üçün? Heç fikirləşən var ki, siz arvadınıza 50.000-ə şuba alırsınız, onun pulunu vermək üçün nələrdən keçirsiniz? Ay sağ ol, ancaq ayağımın altın qazırlar, ancaq ayağımın altın Paxıldır da, qazırlar. gözləri götürmür də məmurları. Sən nə qədər maaş alırsan? 1800. Sən bunu yığıb-yığışdıra bilməzsən ki. Belə, bu ay gözüm qalır o bir sayda, belə də. Peki sən adıma götürüm, hə? Mənim adıma keçən ay 4 dənəsini götürmüşsünüz. 4 otaq, Navastroykada götürmüşsünüz. Bu nədir? Acamat, kim istəyir onun adına 3 milyona bir dənə ev götürüm? Razılaşın. 1, 2, 3, 4, 5,
6, 7. Hələ ki 7-dir. Orada Gedim bir... pulu getirim, gələm indi. Müəllim, Gəlib hər özə bir də ev alacağam. inanmayın. İnanmayın. Deyir Salih Nadir.